Bir qıza özgüvənli olduğunu necə sübut edə bilərsən? Yaşamış bilmiş biri olaq deyirəm. 1. Duruş və bədən dili. Dik dayan, çiyinlərin aşağı və rahat olsun. Göz kontaktı saxla, amma zorla yox, təbii. Əllərini gizlətmən, açıq və sərbəst jestlər et. 2. Danışıq tərzi. Aydın, yavaş və arxayın danış. Həddindən artıq özünü tərifləmə, sadəcə öz fikrini inamla ifadə et. Bəlkə bilmirəm kimi ifadələrdən az istifadə et. 3. Özünü idarə etmə. Kiçik şeylərdən əsəbləşmə. Sakit və soyuqqanlı davran. Gərgin və çətin situasiyalarda panik etmə. 4. Münasibətdə davranış. Onu təsdiqləmək üçün deyil, sadəcə bəyəndiyin üçün yanında ol. Öz fikrin olsun, hər şeydə razılaşma. Hörmətlə yanaş, amma yalvarıcı və ya çox asılı davranma. Sonraki videomda necə heç çəkinmədən bir qıza yaxınlaşa bilərsiniz onu deyəcəm, abunə olmağı unutmayın.